Salam, hər vaxtınız xeyir olsun. 24 may 2026 ikinci qrup 1-ci cəhd imtahanına düşən riyaziyyat suallarından birinin izahına baxırıq. Asan sualdır bu. Deyirlər ki, A parametrinin hansı qiymətində tənliyinin kökləri qarşılıqlı tərs ədədlər olar? Qarşılıqlı tərs ədədlərin hasilləri 1 olduğundan, deməli, köklərin hasili, yəni x1 vurulsun x2 1 olmalıdır. İndi biz də ki, Viet teoremindən bilirik ki, çevrilmiş kvadrat tənlikdə köklərin hasili sərbəst həddi verməlidir. Amma bu çevrilmiş kvadrat tənlik olmadığından hər tərəf x-in kvadratına əmsalına, yəni a-ya bölməliyik. Bu zaman alınır ki, burada x-in kvadratı çıxılsın 9 bölünsün ax plus 3a plus 4 bölünsün a bərabərdir 0. Və buradan da artıq sərbəst hədd 3a plus 4 böl a olduğundan köklərin hasili 3a plus 4 böl a olmuş olur. Bu da bərabərdir 1. Bunu da həll etsək, çarpaz vururuq 3a plus 4 bərabərdir a. Buradan da alırıq ki, 3a çıxılsın a bərabərdir mənfi 4. 2a bərabərdir mənfi 4. A bərabərdir mənfi 2 tapmış olduq. Doğru cavab D-bəndə eləmiş oldu. Şərhlərdə bildirərsiniz, bu sualı yaza bildiniz yoxsa yox. Ümumiyyətlə imtahan haqqında fikirlərinizi şərhlərdə qeyd edərsiniz.